Salam dəyərli şagirdlər və valideynlər, 2026-2027-ci il tədris ilinə qeydiyyatımız başlamışdır. Gəlin dərslərim haqqında sizə məlumat verim. Dərslərim həm onlayn, həm əyani şəkildə fəaliyyət göstərməkdədir. Əyani dərslər avqust ayının ortasından, onlayn dərslər isə avqust ayının sonundan sentyabrın əvvəl tarixində ola bilər. Həmçinin də məndə qeydiyyat testi olduğu üçün indidən maraqlananlar da artdığına görə istədim belə bir video paylaşım. Əyani dərslərim Neftçilər metrosunun yaxınlığında olacaqdır. Hal-hazırdakı dərs keçdiyim yer 214 nömrəli məktəbin yaxınlığında yerləşir və əyani dərslər həftədə 2 dəfə 2 saat olmaqla keçirilir. Saat 2 qrupu var, saat 4 qrupu var 10-11-ci siniflər üçün. A qrupu saat 4 qrupundadır. Ümumiyyətlə xüsusi imtahan verərək biz qruplarındakı olan dərslərə qoşula bilərik. Həmçinin də 9-cu siniflər üçün özəl saat 6 qrupu mövcuddur. Orada yalnızca 9-cu siniflər daxil ola bilər. Bu Neftçilər qrupu. 1 və 4-cü günlər isə Eylər Akademiyada yalnız dərs keçəcəm. Yəni Eylər Akademiya üçün də onun menecerinə mütləq şəkildə yazmanız lazımdır. Eylər Akademinin öz səhifəsinə daxil olub dərslərim haqqında məlumat ala bilərsiniz. Onlayn dərslərim isə hələ ki bir qrup açmaq niyyətindəyəm. 1 və 4-cü günlər axşam saat 9-un yarısı başlayacaqdır. Sadəcə onlayn olduğu üçün düşünürəm ki, saat yarım dərs kifayətdir. Yəni dərslərdə biraz ünsiyyətdə olur deyə şagirdlərlə 2 saat keçiriləcək, amma onlayn saat yarım kifayətdir deyə düşünürəm. Həmçinin əlavə dərslərdə dekabr ayından həm əyani, həm də onlayn şagirdlərimə əlavə dərslərim olacaqdır. Biz dərslərin özündə, yəni yalnız DİM kitabından işləmirik. Mənim öz şəxsi suallarım, şəxsi sınaqlarım var ki, DİM kitablarından bəlkə də 10 qat çətin və düşündürücü suallardır. Ən əsası mənim yalnızca öz şagirdlərimə özəl, dərsimə qoşulan şagirdlərə özəl esse qruplarım var. Hansı ki, bu qrupdakı esselər bir-bir yoxlanılır. Əlavə olaraq onu da qeyd edim ki, dərsimdə xüsusi metodikамdan olan qayda izahları olur. Konkret şəkildə düzgün istiqamət verərək şagirdlərdə qrammatikanı gücləndirirəm. Sadəcə bu il 11-ci siniflərdə artıq qrammatika ilə bərabər, düzdür, qrammatika yaxşı olmalıdır ki, esseni də yaxşı yazaq. Essenin üzərində çox praktika olacaq. Xüsusi esse qrupunda şagirdlərin hər birindən essenin yazılması tələb olunacaqdır. Çünki məktəblərdə bu praktika olmadığına görə biz indi hal-hazırda yay qrupunda da keçirəm bunu. Çox əziyyət çəkirik. Yəni cümlə qura bilirik, amma çətin, mürəkkəb tipli cümlələr qura bilmirik. Bunların hər birinin praktikası olacaqdır. Yəni dərsdə həm qrammatika, həm dinləmə, həm mətn, həm də essenin yazılması haqqında biz praktika edərək çətinliklərimizi möhkəmləndirəcəyik. Xarakter olaraq necə müəllim olduğumdan danışım. Əslində şagirdlərim bilir, hətta xahiş eləyərəm şagirdlərimdən ki, dərs metodikam necə olduğu haqqında sizlə məlumat paylaşsınlar. Daha çox onlayn şagirdlər narahat olur. İnanın ki, onlayn dərslərim əyani dərslərlə eyni proqramda gedir. Aralarındakı bir fərq var ki, mən əyani şagirdləri əyani şəkildə görürəm. Onlar amma məni face to face yox, onlayn formatda görürlər. Amma gördüyünü anlamaq üçün, məsəl üçün bəzi əyani şagirdlərim elə olub ki, vaxt çatdırmadığına görə, yola görə onlayn keçiblər və özləri də deyirlər ki, yəni onlaynla inanın ki, əyani arasında fərq yoxdur. Bir dənə fərq var ki, sizi əyani görə bilmirik. Bir mənfi cəhət odur. Belə bütün qaydalar olsun, essenin tərtibatı olsun və sizə deyim ki, onlayn şagirdlər disiplin cəhətdən əyani şagirdlərdən daha güclüdür və həqiqətən də məndə onlayn şagirdlərin bazası ilə əyanilər eyni səviyyədədir. Əlavə olaraq ən çox verilən suallardan biri sizdə sınaq dərsi olurmu? Xeyr, olmur. Çünki bütün dərslərin demək olar ki, izahı kanalların hər birində mövcuddur. YouTube, TikTok və yaxud da Instagram kanalıma daxil olaraq siz dərs metodikamla tanış ola bilərsiniz. Son 1-2 videoda artıq mən dərs prosesinin özündən videolar çəkib paylaşıram. Daxil olub dərs metodikamla tanış ola bilərsiniz. Dərslərimə qoşulan şagirdlər mütləq şəkildə səviyyə ölçmə imtahanında iştirak edib qoşulacaq. Çünki tam sıfır bazada olan şagirdlər, mən onları götürməyə üstünlük vermirəm. Niyə? O demək deyil ki, mən özümü yormaq istəmirəm. Sadəcə mənə qoşulan şagirdlərin inanın ki, 80% yüksək bazalı şagirdlər olur və dərsin gedişatı çox sürətli olur. Mən də əzəldən proqramı həmişə çox tez bitirən müəllimlərdənəm ki, test işləməyə, esseni, dinləməni, mətn tapşırıqlarını işləməyə, həmçinin lüğəti demədim. Lüğət üzərində də xüsusi şagirdlərin üzərində çox işləyirəm. Çünki onlaynların özlərində görüntüsünü açıb soruşuram, həmçinin əyanilərində çox tələbkaram bu sahədə. Çünki biz ingilis dilinin istənilən sahəsində uğur qazanmaq istəyiriksə, istənilən bacarıqlar olsun. Hər birinin başında düzgün söz bazası və vocabulary önəmlidir.
Dərslərimə kimlər qoşulmaq istəyirsə, əlaqə nömrəsinə yazmağınız kifayətdir. Ətraflı olaraq istər onlayn, istər əyani dərslərim haqqında sizə məlumat atılacaqdır. İnşallah yeni tədris ilində hər birinizə uğurlar arzulayıram. Təkrar olaraq deyirəm, 1-4-cü günlər 20 yanvar günləridir. Eylər Akademiyada olacaq, 2-5 Neftçilərdə olacaqdır. 1 və 4-cü günlər axşam saat 9-un yarısı onlayn dərslərim başlayacaqdır. Müraciət çox olsa, inşallah ki, əlavə ikinci onlayn qrupu aça bilərəm, amma söz vermirəm. Hər biriniz üçün uğurlu olsun. Kimlər ki, dərslərimə qoşula bilməyəcək ya günlər toqquşursa da, onlar üçün də özəl YouTube-da və yaxud da digər sosial şəbəkələrdə video çəkməyə davam edəcəm. Dediyim kimi, hədəfi, məqsədi olan şagirdləri qrupumda görmək mənim üçün çox xoş olar. YouTube-da dərsdə izah edən onlaynlarda da ayrıyam, düzdür. Amma YouTube dərslərində izah edən Kəminə müəllimə ilə dərslərdə olan izah edən Kəminə müəllimə tamam başqadır. Tələbkarlığımla seçilən müəllimlərdənəm, həmçinin də mehribanlığımla da seçilən müəllimlərdənəm. Təbii ki, bunu sui-istifadə etməmək şərti ilə. Hər birinizi dərslərimdə görmək çox xoş olar. Dediyim kimi, əgər səviyyə ölçmə imtahanından keçsəz, yəni bunu bacara bilsəz, dərslərimdə də iştirak eləmək şansını qazanarsınız. Belə. İnşallah yeni tədris ilimdə sizlərlə görüşənədək hər birinizə uğurlar.